Xanımınızın geyiminə, dostlarına, sosial mediasına qarışırsınız və qadağalar qoyursunuz. Və elə düşünürsünüz ki, kənardan çox güclü kişi təəssüratı yaradırsınız. Əslində isə bütün dünyaya göstərmiş olursunuz ki, mən özümə güvənmirəm. Ona görə də qadınıma qadağaları qoyuram. Çünki mən onu müdafiə eləyə biləcək gücdə özümü hiss etmirəm. Güclü kişilər qadınlarına verdiyi dəyərlə onu öz yanında saxlayır. Onlara qoyduğu qadağalarla isə onu özündən uzaqlaşdırır. Əgər siz onun davamlı sizə xəyanət edəcəyini beyninizdə düşünürsünüzsə, demək ki, özünüzü onun sevgisinə layiq bilmirsiniz. O qadın qorxduğuna görə sizin yanınızda qalsa, bu sevgi deyil. Bu normal, sağlam münasibət deyil. Bu ağa və kölə münasibətidir. Amma qadın azad olduğu halda yenə də səni seçirsə, əsl sevgi bax budur. Onu dünyadan qopartmaq yerinə onun dünyasının mərkəzi olmağa çalış. Sizcə qısqanclıq sevgini artırır yoxsa bitirir? Sən də müzakirəyə qoşul. Gəl bunu daha dərindən analiz edək.